bidətçidən ilim götürülməməyə barədə icma ediblər. Bu ilim dindir. Baxın, dedi ki, məchul adam, halı bilməyən adamdan ilim götürülmür. Get, istənilən din kitablarına çox. Çünki insan halı bəlidir. Məsələn, Mətin deyir, danışım YouTube-da. Namik YouTube danışır, Müşüdür, Umuddur, Orxandır, Behbuddur, Samik danışır YouTube. Qarış, bu harada oxuyum, kim var gedib, nədir bu? Çünki bu, dindən danışır. Sən dindən danışır, məyər ilim götürürlər, xeyir. Bu din əmanətdir, qardaş. Bu qulaq da əmanətdir aslında. Hara verməyimiz barəsində soruşulacaq, yəni. Olmaz bunu hara gəldi verək. Çünki bu nə deyir? Bu nə deyir? Bu nə deyir? Ozu billah. Sən sonra necə eləyəcəksən? Şər hazır, xeyir hazır. Yəni, zaten xeyrin əlaməti oydu ki, sən özün kimi xeyir əhlini tapasan. Şər əhlindən uzaq durasan. Hətta doğru desə belə. Hətta doğru desə belə. Çünki insan dinlədikcə, hətta xeyri şəri seçə bilsə belə dinlədikcə, ona qarşı məhəbbət yaranır. Yəni, sonra da nə qədər deyirsən ki, bu şeylər var, onu görməməzlikdən gəlir. Çünki sevən nə olur həmişə? Kör olur. Ay, sağ ol. Sevdiğinin eyiblərini görmür. Görmür. Onun görməməyi o demək deyil ki, onun eybi yoxdur. Aydındır. Kör gətirmirsən, kör. Deyirsən, bu nə rəhdədir? Kör görmüş bilsin. Körün görməməsi ki, bu nə rəhdədir? O demək deyil ki, bu rəngi yoxdur. Kör görə bilmir. Bu rəngi var. Aydındır. Bu rəngi var. Sən bunu ne görürsən? Ağ, kör görmür. O demək deyil ki, bu ağ deyil. Aydındır, rəngi var. Prost kör görə bilmir. Körün rəngi seçə bilməsi o demək deyil ki, rəng yoxdur. Bu da elə batıl əhlinin haqqı görə bilməməsi o demək deyil ki, haqq yoxdur. Bu da nədir? Allah Subhanahu xitabıdır da. Allah qorusun. Allah qorusun. Elə batılə qulaq verirsən, sonra da şübhə düşür qəlbinə, Allah da möhür vurur, qayda bilmirsən.